Bir restoran düşünün ki, oranın mətbəxi yoxdur. Biz də Yapon restoranı olan Sakura'ya getdik. Sakura belə restoranlardan biridir. Siz nə sifariş verirsinizsə, gəlir aşpaz sizin gözünüzün önündə pişirir. Stollar belədir. Yəni həm metal hissələr ibarətdir, həmin metal hissə qaz hissəsidir ki, aşpaz gəlib orada pişirir və sonda mən sizə deyəcəm nələr sifariş etdik və nə qədər pulumuz çıxdı. Bu endamamidir, seaweed salatıdır, sup sifariş elədik. Mən dadını çox bəyənirəm seaweedin. Bu isə şorbadır, çox balaca porsiyaydı, amma yenə də yaxşı idi və aşpaz gəlir, belə deyək, əlavə sifarişlər ki, nə vermişik, bütün bunları sizin gözünüzün önündə performans göstərərək bişirir. Mən birinci dəfə idi görürdüm ki, ümumiyyətlə biz aş zakaz eləmişdik. Yəni qızardılmış nisbətən düyü birinci dəfədir görürdüm ki, onu yumurta ilə qarışdırırlar və onun dadına baxdım. Həqiqətən də maraqlı dadı var idi və deyə bilərdim ki, dadlıydı, sadəcə olaraq çox doyumlu alınmışdı. Burada isə aşpazımız yenə də performans show göstərir. Təbii ki, bütün bunlar sonda ona müəyyən tip verilməsi ilə əlaqədardır. Bu isə ümumi nə yemişiksə, onların puludur. Ümumilikdə sonda qiymət $129.53 oldu.